Salam hörmətli izləyicilər, 6-cı siniflər və digər sinifin şagirdləri. Bu gün sizə 6-cı sinif monitorinq sınaq kitabından bir mətnin izahını vermək istəyirəm. Bu ikinci mətindir. Əvvəlcə mətni oxuyaq, sonra suallarına baxaq. Çox asan suallardır və sizə keçən videomuzda da qeyd etmişdim ki, əvvəlcə sualları oxusaq daha tez sürətli sualları işləyə bilərik. Vaxt qazanmaq üçün əvvəlcə sualları oxumaq vacibdir. İndi sizə əvvəlcə sualları azca oxuyum, sonra mətni keçib mətni oxuyaq. Baxın, burada 16-cı sualdan başlayır. Deyir, Rəşidin əsas xüsusiyyəti nə idi? Şanslı olması, çalışqan və ağıllı olması, tənbəl olması, qərarsız olması. Artıq bildik ki, burada bir Rəşid obrazı var. Onun xüsusiyyəti bizə mütləq lazımdır. Oxuyanda diqqətli olacağıq. Digər sual. Adəm nəyə güvənirdi? Öz ağlına, bəxtinə, təcrübəsinə, dostlarının köməyinə. İndi yenə də bizə aydın oldu ki, burada bir ikinci obraz da var. Onun da xüsusiyyəti bizə lazımdır. 18. Rəşid yola çıxmazdan əvvəl nə etdi? Heç bir hazırlıq görmədi. Dostlarına kömək istədi, xəritəni gizlətdi, diqqətlə plan qurdu. Belə bir deməli hadisə də var ki, yəqin ki, mətndə burada səyahətə çıxacaq. Rəşid hansı işləri görəcək səyahətə çıxınca? Yolda Adəmin başına hansı iş gəldi? Yenə yolda Adəmin başına nə iş gəldiyini diqqətli oxuyacağıq. Digər sual. Xəzinəyə çatmaq üçün nə tələb olunurdu? Güc və səbir, ağıl və məntiq, bəxt və təsadüf, pul və zənginlik. Digər sual. Rəşid xəzinəni necə tapdı? Orada diqqətlə biz oxumalıyıq. Mətndə nədən bəhs edilmir? Burada da mətni təbii ki, diqqətlə oxumalıyıq ki, nədən bəhs edilmədiyini bilək. Adəm niyə mükafatı əldə edə bilmədi? Adəm öz səhvini nə vaxt anladı? Mətnin ideyası nədir? Artıq biz suallarla tanış olduq. İndi mətnimizi diqqətlə oxuya bilərik. İstəsəniz siz şəklini çəkib özünüz oxuyun ya da mən oxuduqca siz də izləyin, görək bu mətndə nədən bəhs olunur. Ağıl və bəxt. Uzaq dağların qoynunda, iri meşənin əhatəsində bir kənd var idi. Bu kəndin ən məşhur iki gənci vardı. Biri Rəşid, ağıllı və çalışqan, o biri isə Adəm, bəxti gətirən və hər şeyə sadəcə şansla yanaşan. Deməli, burada iki gənc var. Biri bəxtinə güvənir, biri də ağıllı və çalışqandır. Rəşid kəndin ən müdrik gənci sayılırdı. O, daima hər addımını diqqətlə düşünür, hər işə planla yanaşırdı. Adəm isə fərqli idi. O, hər işdə bəxtinə güvənir, hər zaman çox düşünmədən hərəkət edirdi. Bir gün kəndə xəbər gəldi ki, böyük bir xəzinə xəritəsi tapılıb. Xəzinəni tapmaq üçün uzun və çətin bir səyahət etmək lazım idi. Ağsaqqallar bu xəzinəni tapacaq şəxsə böyük bir mükafat verəcəklərini dedilər. Və Rəşid və Adəm də bu axtarışa qatılmağa qərar verdilər. Adəm təbii ki, böyük hazırlıq görmədən sadəcə öz bəxtinə güvənərək yola çıxdı. Rəşid isə diqqətlə plan qurdu. Yola çıxmazdan əvvəl hər şeyi mükəmməl düşünərək hər addımını hesabladı. Onlar səhər tezdən axtarışa başladılar. Rəşid ətrafdakı hər şeyi diqqətlə izləyir, qarşısına çıxan maneələri aşaraq yoluna davam edirdi. Adəm isə sürətlə irəliləyirdi. Amma heç bir maneə onun üçün əhəmiyyətli deyildi. Və günlər keçdikcə Rəşid yavaş-yavaş, amma diqqətlə məqsədinə doğru irəliləyirdi. Adəmin isə bir neçə dəfə yolda başına iş gəldi. Sonunda ayağı burxuldu və geri qayıtmaq məcburiyyətində qaldı.
Rəşid isə sonunda xəzinənin olduğu yerə çatdı. Amma burada böyük bir tapmaca vardı. Tapmaca çox çətin idi və onu yalnız ağıl və məntiq ilə həll etmək olardı. Rəşid dərin fikirlərə dalaraq tapmacanı həll etdi və xəzinəni tapdı. Adəm isə axtarışın ortasında qalaraq çox çətinliklər yaşadı. Bəxti onu tərk etmişdi və heç bir hazırlıq görmədiyi üçün mükafatı əldə edə bilmədi. Rəşid kəndə döndü və xəzinəni gətirdi. Kəndin ağsaqqalları onu təbrik edərək böyük mükafat verdilər. Adəm isə öz səhvini anladı. O Rəşidin yanında oturub başını aşağı salaraq dedi: "Mən yalnız bəxtimə güvənirdim. Amma indi başa düşürəm ki, həyatın hər sahəsində ağıl və zəhmət vacibdir." Rəşid ona gülümsəyərək dedi: "Əziz dostum, bəxt yalnız təsadüfi bir hadisədir. Amma ağıl və zəhmət insanı həqiqətən irəli aparar." Adəm bu sözləri dərindən düşündü və hər zaman ağıllı və hazırlıqlı olmağa qərar verdi. Mətnimiz bu qədər. Çox asan bir mətindir. İndi suallarımıza baxaq. Suallarımızla bayaq tanış olmuşduq. Ümidvaram ki, siz də tez və asanlıqla tapacaqsınız. Rəşidin ən əsas xüsusiyyəti nə idi? Rəşidin ən əsas xüsusiyyəti şanslı olması, çalışqan və ağıllı olması, tənbəl olması, qərarsız olması. Yəqin ki, cavab tapdınız uşaqlar. Bəli, B bəndi çalışqan və ağıllı olması. Keçək digər suallara. Adəm nəyə güvənirdi? Öz ağlına, bəxtinə, təcrübəsinə, dostlarının köməyinə. Təbii ki, nəyə güvənirdi uşaqlar? Bəxtinə. 17C. 18. Rəşid yola çıxmaqdan əvvəl nə etdi? Heç bir hazırlıq görmədi, dostlarına kömək istədi, xəritəni gizlətdi, diqqətlə plan qurdu. Bəli, D bəndi diqqətlə plan qurdu. 18D. 19. Yolda Adəmin başına hansı iş gəldi? Xəritəni itirdi, kəndə qayıtmaq istəmədi, ayağı burxuldu, yeməyi bitdi. Bayaq biz oxuduq, yadınızdadırsa, Adəmin yolda ayağı burxulmuşdur. 19 B bəndi. Xəzinəyə çatmaq üçün nə tələb olunurdu? Güc və səbir, ağıl və məntiq, bəxt və təsadüf, pul və zənginlik. Təbii ki, Rəşid xəzinəni necə əldə etdi uşaqlar? Sadəcə ağıl və məntiqlə xəzinəni əldə etdi, tapdı. 20-ci sualın cavabı C bəndi. Rəşid xəzinəni necə tapdı? Tapmacanı həll edərək, Adəmin köməyi ilə, təsadüfən və ağsaqqallardan öyrənərək. Təbii ki, ağsaqqallardan öyrənmədi, Adəm ona kömək eləmədi, təsadüfən də tapmadı. Orada bir çətin tapmaca var idi, o ağlı ilə tapmacanı həll etdi. Cavab oldu 21A. Mətndə nədən bəhs edilmir? İndi biz bir-bir oxuyaq. Rəşidin planlı olmasından, Adəmin bəxtinə güvənməsindən, xəzinəni tapmaq üçün tapmacanın verilməsindən, xəzinənin içindəki dəyərli əşyaların siyahısından. İlk 3 bənd mətndə var idi uşaqlar. Sadəcə olaraq sonuncu D bəndi mətndə yoxdur. Çünki biz gördük ki, Rəşid xəzinəni tapdı, apardı öz yerinə və öz ölkəsinə apardı və verdi ağsaqqallara. Amma orada deyilmədi ki, xəzinənin içində nələr var idi, nə qədər idi. O haqda məlumat yox idi. 22 cavabı oldu D bəndi. 23 Adəm niyə mükafatı əldə edə bilmədi? Heç bir hazırlıq görmədiyi üçün, xəzinəni tapmaq istəmədiyi üçün, xəritəni itirdiyi üçün, Rəşid mane olduğu üçün. Görürük ki, bu bəndlərin yalnız biri uyğun gəldi. A bəndi heç bir hazırlıq görmədiyi üçün, yalnız bəxtinə güvəndiyi üçün. 23 oldu A bəndi. 24. Adəm öz səhvini nə vaxt anladı? Xəzinəni tapanda, Rəşidin xəzinə ilə kəndə qayıtmasından sonra, C bəndi yolda ayağı burxulanda, tapmacanı görəndə. Adəm səhvini uşaqlar Rəşid kəndə qayıdanda tapmışdı, yəni anlamışdı. Rəşidin xəzinə ilə kəndə qayıtmasından sonra Adəm anladı ki, o səhv edib. O 24-cü sualın cavabı oldu B bəndi və sonuncu sual 25-ci sual. Mətnin əsas ideyası nədir?
Ağıl və zəhmət həyatda əsas rol oynayır. Bəxt həyatın hər sahəsində vacibdir. Həyatda təsadüflər önəmlidir. Xəzinə axtarışı hər kəs üçün çətindir. Biz yəqin ki, cavabı bildiniz. Burada da cavab A bəndidir. Çünki ağıl və zəhmət həyatda əsas rol oynayır. Cavabımız oldu 25-də A bəndi. Yəqin ki, uşaqlar, bu video izah sizin üçün yararlı oldu. İzləyin, öyrənin və öz dostlarınızla da paylaşın. Kanala abunə olmağı unutmayın. Sağ olun.